Bunların hər birisinə şəxsən özüm nəzarət eləyəcəm. Demək dostlar, bu günlərim belə bir gözəl bir yanacaq doldurma məntəqəsinin açılışında iştirak etdim. Rəhbərlik Şövkət xanımın idarəçiliyi altında təbii ki. Ünvanı da çəkək, deməli, Bakı-Sumqayıt yolunun üzərində. Bakı-Sumqayıt yolunun üzərində Xırdalan dairəsindən üzü Masazır istiqamətinə gedəndə yolun sağ hissəsində. Şövkət xanım. Sayca artıq ikinci filialımızdır ki, fəaliyyətə başlayır. İlk filialımız Zabrat ərazisində fəaliyyətini davam elətdirir. Bu da ikincidir. Xeyirli, uğurlu, düşərli olsun hər birimizə. Təbii ki, biz də öz tərəfimizdən, müştərilərin hər zaman bizdən məmnun qalmasına görə əlimizdən gələn hər bir şey edəcəyik. Nə lazımdır? Keyfiyyətli yanacaq, yanacağın təmizliyi, həmçinin də aktanı və avtomobilə dəymiş zərərlərin ən minimuma endirilməsi. Şövkət xanım şərait yaratdı, həqiqətən də deməli, yaxından çəkib göstərərik sizə. Bütün aparatların içərisinə baxış keçirdik. Filtrlər öz yerində. Sənlərə baxış keçirdik. Çox ideal vəziyyətdə ki, təbii ki, bu həmişə də belə qalar. Bəli, bəli. İcazə versəz, əgər daimi nəzarətdə saxlayarıq. Buyurun, nəzarət sizin. Daimi mənim nəzarətimdə qalsa, bütün sürücüləri mən əmin eləyirəm ki, mən şəxsən bu yanacaq doldurma məntəqəsinə nəzarət etsəm, nəzarətdə saxlasam, heç bir sürücü əziyyət çəkməz. Deməli, baxın, bir dənə yaxın gəl. Tarixlərinə kimi bunların hər birisinə şəxsən özüm nəzarət eləyəcəm. Yanacaq doldurma məntəqəsinin və yaxud da ki, yanacaq doldurma məntəqəsində nəzarət eləyənlərə belə həvalə etməyəcəm. Şəxsən öz iştirakımla dəyişdiriləcək və ki, yoxlanılacaq tam zamanında. İndi hər şey şəffaf şəkildə bütün sürücülərin gözü önündə hamıya maraqlı qaydada. Yanacaq sənlərinin, əsas sənlərin vəziyyətləri. Oranı daim nə cür saxlayacam mən? Təmiz. Yəni bu yanacaq doldurma məntəqəsindən alınan yanacaqlara artıq mən cavabdeyəm. Həqiqətən də. Çünki özüm xoşbəxtəm, özümə ləzzət eləyir. Özümə çoxdandır, yəni net olaraq bu günləri gözləyirdim ki, mən həqiqətən də hansısa bir yanacaq doldurma məntəqəsinin nəzarəti mənə verilsin. Mən orada nəzarəti həyata keçirdim və benzin nə cür olmalıdır, necə satılmalıdır, hər kəs görsün. Təbii ki, aktanları falan, hər şey yoxlanılacaq. Əla, bağlayın. Gəldik ən sevdiyim məqama. Sizcə nəyə? Nə yazılıb? 92. Bu günlərin bütün sürücülərin ən çox istifadə etdiyi yanacaq. İndi təhlükəsizlik qaydalarına əməl etməmişəm. Geyim qaydasında deyil deyə buranın bütün sənlərinin hamısının təmizlənməsinə kimi sizlərlə paylaşacağım. Baxın, görün, Pərviz Ustanın nəzarət etdiyi yanacaq doldurma məntəqəsinin sənləri aparatları nə vəziyyətdədir və benzinlə aktanı. Gecənin 3-ü, günortanın 2-si. Burada mənə maneçilik göstərməyəcəklər ki, o aparatı açmayın, Pərviz Usta yoxlamayın. Və yaxud da sənə olmaz baxış keçirtmək. 7-24, nə vaxt istəsəniz gələ bilərsiniz. Burada gördüyünüz hər bir avadanlığa, istər çənə, istər yanacaq qəbulunda yanacağın keyfiyyətinə belə müdaxilə edib yoxlaya bilərsiniz. Hətta aktanlarını da yoxlayacam. Buyurun. Şəxsən özüm nəzarətdə saxlayacam, həqiqətən də. Xeyirli olsun Şövkət xanım. Təşəkkür edirəm, çox sağ olun. Daha da bol olsun, daha da Azərbaycanın hər bir nöqtəsində belə bir filial olsun inşallah. Təşəkkür edirəm. Sağ olun. Avtomobildə performansına əmin olmadığım yanacağı və yaxud da yanacaq doldurma məntəqəsini reklam etmərəm. Özüm öz avtomobilimə belə yanacağı artıq 4 dəfə istifadə etmişəm, 4 dəfə dolu bak istifadə edib avtomobilin çəkiminə, performansına, yanacaq sərfiyyatına baxmışam. Baxdıqdan sonra sizlərə tövsiyə edirəm və açılışında iştirak etmişəm. Bu da bizim yanacaq. Baxın, üzr istəyirəm, 95 aktanlı yanacaq.